Salam əziz izləyicilər. Bugünkü mövzumuz Igor Dyatlov hadisəsidir. Igor Dyatlov haqqında danışanda insan istər-istəməz bir sualın içində itib qalır. Təcrübəli, fiziki və psixoloji baxımdan hazır olan 9 nəfər necə oldu ki, bir gecənin içində işsiz, səbəbi tam açıqlanmayan şəkildə həyatını itirdi. 1959-cu ilin qışı idi. Sovet İttifaqının ən sərt bölgələrindən biri sayılan Ural dağlarının şimal hissəsində yerləşən Kholat-Syakhl, yerli Mansi dilində ölü dağ kimi tərcümə olunan bu zirvə tarixə keçəcək bir hadisənin səssiz şahidi olacaqdı. Bu ad təsadüfi deyildi. Amma o vaxt heç kim bilmirdi ki, bu ad bir neçə həftə sonra qorxunc reallığa çevriləcək. Yanvarın son günlərində Dyatlovun rəhbərlik etdiyi 10 nəfərlik qrup yola çıxır. Onların hamısı təcrübəli turistlər idi. Çətin qış yürüşlərində iştirak etmiş, fiziki dözümlülükləri ilə seçilən gənclər idi. Marşrutları çətin idi, amma qeyri-mümkün deyildi. Hətta Sovet standartlarına görə bu səfər ən yüksək, 3-cü kateqoriyalı çətinlik dərəcəsində aid edilirdi. Yolda iştirakçılardan biri Yuri Yudin səhhətində problem yarandığı üçün geri qayıdır. Bu qərar onun həyatını xilas edir. Qalan 9 nəfər isə yollarına davam edir və bir daha sağ geri dönmür. 1 fevral 1959-cu il. Bu tarix sonradan istintaq sənədlərində son gecə kimi qeyd olunur. Həmin gün qrup planlaşdırılan marşrutdan bir qədər kənara çıxaraq Kholat-Syakhl dağının yamacında çadır qurur. Hava şəraiti son dərəcə sərt idi. Temperatur -25 dərəcədən aşağı, güclü külək isə insanın bədən temperaturunu daha da sürətlə aşağı salacaq səviyyədə idi. Buna baxmayaraq, təcrübəli olduqları üçün belə şəraitdə düşərgə qurmaq onlar üçün qeyri-adi deyildi. Hər şey normal görünürdü, ta ki gecənin bir anına qədər. Sonra nə baş verdiyini heç kim birbaşa görməyib. Amma istintaq materialları və tapıntılar bizə hadisənin izlərini göstərir. Ən qəribə və eyni zamanda ən qorxulu detal çadırın vəziyyəti idi. Axtarış qrupu çadır tapanda məlum olur ki, o içəridən bıçaqla kəsilərək açılıb. Bu o deməkdir ki, içəridə olan insanlar çadırdan normal çıxışdan istifadə etməyəcəyi qədər tələsiblər və ya qorxublar. Bu fakt istintaq sənədlərində açıq şəkildə qeyd olunur və bu hadisənin ən kritik nöqtələrindən biridir. Ayaq izləri isə daha maraqlı bir mənzərə yaradır. Qar üzərində qalan izlər göstərir ki, qaçış izləri nizamsız deyil, müəyyən istiqamətə doğru hərəkət ediblər. Bu isə o deməkdir ki, onlar qorxu içində olsalar da tam nəzarətsiz vəziyyətdə deyildilər. Sanki nə isə anlayaraq, amma eyni zamanda təhlükədən uzaqlaşmaq üçün tələsərək hərəkət ediblər. Çadırdan təxminən 1 kilometr aşağıda, meşə kənarında ilk 2 cəsəd tapılır. Onlar ağacın altında idi və ətrafda ot qalamaq üçün istifadə olunmuş izləri var idi. Bu, onların soyuqdan qorunmaq üçün son cəhdlərini göstərir. Bədənlərində yanıq izləri aşkar olunur. Bu da odun çox yaxınında olduqlarını göstərir. Digər üzvlər isə çadıra geri qayıtmağa çalışarkən yola donaraq həyatlarını itirmişdilər. Məhkəmə tibbi ekspertizası göstərir ki, qrup üzvlərinin əksəriyyəti hipotermiyadan, yəni soyuqdan ölüb. Bu, elmi cəhətdən aydın və izah edilə bilən nəticədir. Amma hadisə bununla bitmir. Ən qorxulu hissə aylar sonra ortaya çıxır. Qar ərədikdən sonra daha 4 cəsəd tapılır və onların vəziyyəti əvvəlkilərdən tamamilə fərqli idi. Bu şəxslərin bədənlərində ciddi daxili zədələr vardı. Qaburğaları qırılmış, kəllə sümükləri zədələnmişdi. Amma qəribə olan odur ki, bu qədər ağır zədələrə baxmayaraq, dəridə demək olar ki, heç bir açıq yara yox idi. Məhkəmə ekspertizası bu zədələrin gücünü avtomobil qəzasına bərabər kimi qiymətləndirmişdi. Bu, çox mühüm elmi faktdır. Çünki belə zədələr adətən yüksək təzyiq və ya güclü zərbə nəticəsində yaranır. Daha da müəmmalı detallar vardı. Qrup üzvlərinin birinin dili yox idi, bəzilərinin gözləri yox idi. Bu faktlar tez-tez mistik və ya qeyri-adi izahlarla əlaqələndirilsə də, elmi yanaşmaya görə bu, təbii proseslərlə, yəni çürümə və heyvanların təsiri ilə izah edilə bilər. Lakin bu izah belə hadisənin ümumi sirrini aradan qaldırmır. 1959-cu ildə aparılan rəsmi istintaqın nəticəsi isə olduqca qeyri-müəyyən idi. Sənədlərdə ölüm səbəbi qarşısı alınmaz təbii qüvvə kimi qeyd olunmuşdu. Bu ifadə Sovet hüquq sistemində nadir istifadə edilirdi və faktiki olaraq istintaqın konkret səbəb müəyyən edilə bilmədiyini göstərirdi. Bu,
hadisənin niyə bu qədər məşhur və müzakirə olmasının əsas səbəblərindən biridir. Sonrakı illərdə bir çox nəzəriyyələr irəli sürüldü. Hərbi sınaqlar, paranormal hadisələr, hətta yad planetlər haqqında iddialar belə ortaya atıldı. Amma elmi cəmiyyətin qəbul etdiyi əsas versiya daha realistdir. 2020-2021-ci illərdə aparılan modelləşdirmə araşdırmalar göstərdi ki, hadisənin ən ehtimal olunan səbəbi gecikmiş qar uskunu ola bilər. Bu modelə görə çadırın qurulduğu yamacda qar təbəqəsi zəifləmiş, üstündən keçən küləklər isə əlavə qar yığaraq müəyyən müddət sonra kiçik, amma təsirli bir uskun yaratmışdı. Bu uskun çadırı birbaşa məhv etməsə də, içəridə olanları dərhal çıxmağa məcbur edəcək qədər təhlükəli olmuşdu. Bu senari bir çox faktı izah edir. Niyə çadır kəsilib? Niyə onlar çölə çıxıb? Niyə bəzilərində ciddi zədələr var? Bundan əlavə, hipotermiya zamanı baş verən paradoksal soyunma fenomeni də onların yarıçılpaq vəziyyətə tapılmasını izah edir. Bu vəziyyətdə insan beyni səhv siqnallar verir və insan özünü həddindən artıq isti hiss edərək paltarını çıxarır. Buna baxmayaraq, hadisənin bütün detalları hələ də tam izah olunmuyub. Məsələn, bəzi geyimlərdə aşkar edilən zəif radioaktiv izlər və ya hadisə vaxtı bölgədə görülən işıq hadisələr kimi məlumatlar tam aydınlaşdırılmayıb və bu mövzuda elmi konsensus yoxdur. Bu hadisənin ən təsirli tərəfi isə təkcə ölüm faktı deyil, həmin gecə baş verənlərin dəqiq bilinməməsidir. Onlar çadırı kəsib çölə çıxanda nə gördülər? Bu qərarı verməyə onları nə məcbur etdi? Bu sualların cavabı bugünə qədər tam məlum deyil. Mövcud elmi izahlar hadisənin böyük hissəsini açıqlasa da, həmin gecənin içində baş verənlərin tam mənzərəsi hələ də qaranlıq qalır. Bu səbəbdən Dyatlov insident yalnız bir faciə deyil, eyni zamanda elmi araşdırmalarla belə tam çözülməmiş nadir hadisələrdən biri kimi tarixdə qalır. Gələn videolarda görüşənədək sağ olun.